Qarşı tərəfi ittiham etməməlisən. Məsələn, biri haqlıdırsa, o birisinin də haqlıdırsa, ortamı düzəltməyə əgər çalışır. Məsələn, el ağsaqqallar deyərlər də, el ağı birçəkləri deyərlər, el ağsaqqallar deyərlər. O el ağsaqqalı o demək deyir ki, getsin qarşı tərəfi ittiham eləsin. Ortamı düzəltmək üçün o tərəfə də müəyyən sözlərlə, müəyyən variantlardan, xoş niyyətlə, xoş xasiyyətlə insanlara yola gətirmək üçün hansı bir işin yeri, o iş və xatir üzvü düz elə, sözvü düz elə, gözvü düz elə, bir misallar var. Amma qaldı ki, nəyə görə insanlar bəzi işlərdə ədalətdən yanadırlar, ədalətsiz iş görürlər. Çünki insanlarda bir riyakarlıq var da, insanlarda bir təkəbbürlük var. Məsələn, fəlsəfə alimləri deyirlər ki, əgər təkəbbürlük etmək, riyakarlıq etmək haramdırsa, nəyə görə Allah insanın fitrətində təkəbbürlük yaradıb? Əgər məsələn, misal gətirək, yalan danışmaq, kimdən soruşsun, deyək ki, yalan danışmaq, belə köpü çıxmasın sözüm, kişidir. Yalan danışmaq olmaz və haramdır. Və nəyə görə Allah insanın fitrətində yalan danışmağı qoyub? Yalan danışmaq haram isə niyə qoyub? Deyir məsələn, bir yalan danışmaqla bir ailənin dağılmasını xilas etsən, Allah sənə böyük savab verir. Bir yalandan birini dar ağacından asırlar, gəlirsən bir kəlmə